Çalışma 34. 4 ədəddən ilk 3-ü həndəsi silsilə, son 3-ü ədədi silsilə təşkil edir. A, B, C, D ardıcıl hədlərimiz olsun. İlk 3-ü həndəsi silsilə təşkil edirsə, B kvadratı AC-dir. Son 3 ədədi silsilə təşkil edirsə, 2C, B üstə gəl, D-dir. Və kənardakıların cəmi və ortadakıların cəmi verdi. B ilə C-nin cəmi 24, A ilə D-nin cəmi isə 32-dirsə, həndəsi silsilə təşkil edən ədədlərin kiçiyinin cəminin qiymətini araşdıraq. Əvvəlcə bu ikisini alt-alta toplasaq, B plus A plus C plus D bərabərdə 56. B ilə D-nin yerinə, bu ikisinin yerinə 2C yaza bilərik. 2C plus A plus C 56-dırsa, onda A bərabərdə 56 çıxılsın 3C. Və B 24 çıx C-dir deyə gətirib o qiymətləri burada yerinə yazaq. Onda olur 24 çıx C-nin kvadratı bərabərdir. C vurulsun, A-nın da yerinə 56 çıxılsın 3C. 576 çıx 48C plus C kvadratı bərabərdir. 56C minus 3C kvadratı. Bu edir 4C kvadratı çıx 104C. Üzərinə gəl 576. Hər birini bölsəm 4-ə, C kvadrat çıxılsın 26C. Üzərinə gəl 144. Və vuruqlarını ayırsam. C çıx 8, C çıx 18. Sıfırdırsa, ya C-imiz 8 ola bilər, ya 18 ola bilər. Əgər C 8-dirsə, 2 hal mümkündür. Ola bilər A-dır, B-dir və C-dir. Bizdən həndəsi silsilə təşkil edən kiçik qiyməti soruşulur. Əgər C 8-dirsə, gətirib C-nin yerinə burada 8 yazsam, B olacaq 24 çıx 8. B 24 çıx 8 bərabərdir 16-dır. Onda ayımız da olacaq C-nin yerinə 8 yazsam, o da olacaq 32. A bərabərdir 56 çıx 3 dəfə 8-in 24 bərabərdir 32. Əgər C 18 olsa, gətirib yenə burada yerinə yazacağım B-də. B bərabər 24 çıx 18 bərabərdir 6-dır. Və C-nin yerinə burada 18 yazsam, A da bərabərdir 56 çıxılsın 54 bərabərdir 2-dir. Bir halda 32, 16, 8-dir. Bir halda 2, 6, 18-dir. Bizdən də cəmin kiçik qiyməti soruşulur. Təbii ki, böyükdə alınacaq 32, 16, 8. Kiçikdə 2, 6, 18-i toplayıram. Cavabımız 26-dır. D variantı.